Bir daha salamlar. Biz bundan əvvəlki videonu qısa çəkdik. Çünki yaddan çıxmışdı, highlight biraz fərqli nüanslı, yeni başlayanlar üçün maraqlı olar deyə onu ayrıca video elədim. Yaddan çıxmışdı çünki. İndi bu dərsimizdə mən artıq bu point layerini bağlayıram, yeni yaratdığım. Artıq mövcud içərisində data olan layer üzərindən gedəcək, dərsimizi belə davam edəcək. Burada bunu belə eləməklərini biraz mən xoşlamadım. Yəni, zaten cədvəlin belə rəngli eləməkləri biraz adamı deyərdim ki, yorur. Bilmirəm, mən öyrəşmişəm testopa yoxsa nədirsə, artıq məni yorur həqiqətən də. Davam edək. Deməli, biz bu sağ düyməni keçmişik. Burada sətrin əvvəlindəki sağ düyməni də keçmişik. İndi qaldı sətrin üst tərəfində olan sağ düymə. Bunu da keçək. Buradan kalkulyatorları ola bilsin saxlayacağım sonraya. İndi nə qədər keçə bilirik onları göstərək. Birinci nədir? Sort ascending. Bu nədir? A-dan Z-ə qədər sütunları sort edir. Bunun bir hoşu da yaxşıdır ki, yəni sort elədiyi zaman hansı xana boşdursa, o xanaları, indi burada hansı doludur, sürətli çəkdim aşağı boş görürsəndir. Hansı xanalar boşdursa, onu əvvələ gətirir və bizə bildiriş kimi göstərir ki, bu xanada məlumat yoxdur. Misal üçün, bu xanadakı məlumatı kopyalayıram və bunu silirəm və bunu sort descending edirəm. Yəni Z-dən A-ya doğru əlifba sırası ilə sort edir və boş xananı axıra gətirir. Amma sort ascending etdiyin zaman, əgər hansısa bir sətirdə informasiya yazmamışsansa, onu önə çıxardır və sənə göstərir. Kopyaladığıma görə qalmışdı, onu əlavə elədim bura, save edirəm. Eyni zamanda rəqəm sütunu üçün də bu keçərlidir. Sort ascending eləyəndə sıfırdan ən böyük rəqəmə doğru, sort descending eləyəndə də ən böyük rəqəmdən sıfıra doğru sort edir. Demişdik ki, bu da clear sort, yəni sortu ləğv etmək üçün olan düymədir. Sonra burada custom sort, burada elə də işləməyəcək. Çünki nədir? Məsələn, seçirəm ki, name azı sort elə, ascending elə. Tutaq ki, seçirəm, məsələn, type-ı da sort elə. Axı, bu onu hər ikisini eləyə bilməyəcək. Onun üçün eləyəcək, onun üçün sort eləyə bilməyəcək uyğun formada. Görürsünüz, buradan 13-dən başda, sonra 8-lər və s. Uyğun formada sütunlar olarsa, bunu da eləmək olar. Buradan clear edirik, silirik, OK düyməsində vururuq. İndi bizdə məlumat formadadır, ona görə biz ondan istifadə edə bilmədik. Hide field nədir? Sütunu gizlətmək. Sütunu gizlətmək üçündür. Sütunu yandırmaq üçün də buradan show all fields eləyirsən, yenidən gəlir. Sağ düyməni vurduq. Freeze unfreeze. Bu nə deməkdir? Məsəl üçün, bu sütunu freeze eləyirsən. Bunu eləyək, çünki bu bir başladı ona görə. Freeze eləyirsən, gəlib çıxır bu başa, sıra nömrəsi kimi. Tutaq ki, əslində burada biraz sütunları böyütsək, biz o fərqi hiss edəcəyik. Məsəl üçün, belədir, bu sütunu dondurulmuş vəziyyətdə etmişik və bu hissiyə fikir verin. Mən bu aşağıdakı şkalanı sağa çəkdik, onu hərəkət elətdirirəm. Birinci sütun dolgu vəziyyətdə qalır, digər sütunlar hərəkət edir. Freeze ondan ötürüdür. Sağ düymə vurub, bir daha klikləyirəm və unfreeze olur. Sonra deməli unfreeze oldu. Sonra bunu biz gətirək bura, burada restore da olmalıdır. Deməli reset field orada. Reset eləyirəm, buradan əvvəlki vəziyyətinə qayıdır. Adı yadımdan çıxmışdı onun da. Və əvvəlki vəziyyətinə qayıtdı, həmən sütun gəldi, bu hissəyə yerləşdi. Sonra burada nə qaldı? Deməli, kalkulyatorlarda nüanslar çoxdur, onları deməliyəm. Statistika. Statistika nədir? Burada statistika effektiv olmayacaq, çünki deməli, mətn sütunudur. Statistika adətən deməli, rəqəm sütununda daha yaxşı göstərir statistika ki, burada rəqəmlər hansı formadan. Bunu indi misal tapıb o formada göstərərəm sizə. Növbəti videoların birində
Summarize nədir? Summarize elə bir ki, hansı rəqəmdən neçə dənədir? Tutaq ki, burada görürəm, məsəl üçün, mən 7 rəqəmindən 2 dənə görürəm, 3 dənə, 4 dənə və artıq bilmirəm nə qədərdir. Hansı rəqəmdən bir sütunda nə qədər top deməli, olduğunu bilmək üçün output summarize-dən istifadə etmək olur. Output table adı bu formada olacaq. Layer'ın adı budur. Hansı field üçün olsun. Seçirəm burada type sütunu field olsun. Summarize etsin. Buradan artıq bunun yerini də göstərək biz. Bizim elə data bazanın içərisində yox. Yasamal. Yəni burada verə bilərik. Data bazanın içərisində də salıb verdik. Bunun adını nə qoyacaqdik biz? Maraq nöqtələri sum formada save edirəm, okey düyməsini qoyuruq. Və deməli, bəli, bura gəldi, mən onu görmədim. Buradan artıq bunun da atribut cədvəli kimi belə deyək, cədvəl də aslında özü açılır və burada count eləyibdir. Məsəl üçün, bizə deyir ki, type nömrə 7 bəyək sayılır sizin üçün. 7-ci type üzrə deməli 819 yox, frequency 117, 819 bir dəqiqə mən qarışdırdım. Burada neçə dənə idi 7. Onu sort edib də tapa bilərik, özümüz tapaq, onunla müqayisə edirik. Məsəl üçün 7 rəqəmi burada, tamam, buradan seçdik. Bir də 7 rəqəmi burada harada bitir. Biraz əziyyətlidir, biz o variantdan istifadə edirik. Neçə dənə gəldi? 117 dənə. Deməli, 7 rəqəmindən 117 dənə təkrarlanır. Burada bizə nə verirdi? 117. Deməli, sayım burada verir. Bu 819 nə rəqəm idi? Yadımda deyil, xatırlamıram. Amma bizə lazım olan bu idi ki, 117 dənə deməli, bu rəqəmdən orada təkrarlanır. Bu nə üçün lazım ola bilir? Tutaq ki, hansısa bir informasiya yazmışıq, deməli, atribut cədvələ. O informasiyadan təkrarlanmamalıdır da. Onu bir dənə kalkulyator eləyirsən və nəticəni çıxarırsan, baxırsan ki, hər bir informasiyadan 2 dəfə hardasa yazılıbdır səhvə. Bu kimi məsələlərdə bizə lazım ola bilir. Sonra nə idi? Fields'dir. Fields'i biz keçmişdik. Sütunları əlavə eləmək üçün olan bir bölümdür. İlk öncə keçdik onu və delete də silməkdir. Tutaq ki, bu sütunu silmək istəyirsənsə, buradan üstünə sağ düymə vurub delete düyməsini vursan silir. Mən silmək istəmirəm, ona görə də silmirəm bunu, amma silmə qaydası bu formadadır. Sağ düymədən qalan bizə 2 bölüm oldu. Field kalkulyatorla, deməli, geometri kalkulyatorudur. Bunları mən növbəti videoda ayrı-ayrılıqda yəqin çəkəcəm, ya da ola bilər bir videoda çəkdim. Bizi izlədiyiniz üçün təşəkkür edirəm. Videoları bəyənib paylaşmağı unutmayın. Sağ olun.